bilənlər üçün. Ona görə də bizim məqsədimiz burada şagirdlərdə riyaziyyata marağı artırmaq olacaq. Həmçinin şagirdlərdə qavrama və düşünmə tərzinin artırılması olacaq. Müstəqil öyrənmə, yəni orada artıq FER proqramında şagirdlər özləri də girib bəzi biz riyaziyyatda danışacağıq hansısa işləri görmək, amma onlar artıq müstəqil olaraq girib digər fizika, biologiya, kimya və s. digərləri ilə də tanış olacaqlar və onları maraqlandıran bütün oradakı məlumatlara vizual olaraq, yəni simulyasiyada tətbiqi bir proqramdır, belə deyək, və şagird oradan artıq baxıb nələrisə riyaziyyatdan fərqli olaraq öyrənə biləcək və tanış olacaq onlarla. Başqa mənim deyəcəyim bu qədər. Təbii ki, çox danışmaq istəmirəm, əsas danışmaq yox, işin icraatıdır deyə düşünürəm. Biz də bu yola çıxmışıqsa, inşallah ümid edirəm ki, uğurlu olar. Hələ ki, bu il üçün ilk layihəmizdir. Amma dediyimiz kimi, inşallah bu layihə uğurlu olarsa, gələn layihə üçün düşünürük ki, bunun daha da dərinləşdirilmiş forması olsun. Sonda nəticələrimiz təhlil olunacaq. Təbii ki, Sudabə xanımla da, Sudabə müəllimə ilə də biz bunu müzakirə edəcəyik. Bunun bizə hansı faydası oldu və biz daha nələr eləyə bilərik ki, bu nəticəmizi artıraq. Bu sahədə həm Sudabə müəllimə ilə, həm bizə dəstək olan müəllimlərlə də təbii ki, bunun müzakirəsi olacaq. Məndən bu qədər və son olaraq mənə bildiyiniz kimi işlərimizin çoxluğundan dolayı bəzən layihəmizdə bizə dəstək olan insanlar olur. Bizim riyaziyyat müəllimlərimiz, bəzi müəllim yoldaşlarımız bizə dəstək olub. Çox sağ olsunlar, bizim ideyamızı daha da artırmaq üçün onlarla məsləhətləşdirmələr olub. Və həmişəki kimi mən bütün işlərimdə, bütün sahələrdə uğurlu nəticə əldə eləməyimdə demək olar bu elm sahəsində mənlə çiyin-çiyinə vuruşan, mənlə çiyin-çiyinə mübarizə aparan təbii ki, Eltac müəllim də, qardaşım da dəvət eləmişəm, o da buradadır. İstəyərəm ki, nəsə demək istəyərsə bir çıxış eləsin, nəsə bizə bir uğurlar arzulasın. Eltac müəllim, zəhmət olmasa gəlin. Mən də hər kəs salamlayıram. Çox sağ olun Sudabə xanım. Bu cür təşkilatçılığa görə müəllimlər çox sağ olun. Təbii ki, şagirdlər də çox sağ olsun. Bizi diqqətlə dinləyirlər. Mən özüm haqqında məlumat vermək istəyirəm. İlkin olaraq anam müəllim özü qeyd elədi. Biz doğma qardaşıq. İkimiz də pedaqoji universitetdə oxumuşuq. Ta tələbəlik illərindən biz təşkilatçılıqla bağlı bizlə eyni zamanda oxuyanlar belə edir, bizi gözəl tanıdılar. Anar müəllim özü qeyd eləmədi, Anar müəllim tələbə vaxtı intellektual oyunlar klublarının birbaşa rəhbəri olub, prezidenti olub. Bir çox bu tələbə gənclər təşkilatı universitetlərdə olur. Orada mən də Anar müəllimdə bir çox rəhbər vəzifələrdə olmuşuq, təbii ki, könüllü olaraq. Bir də özüm haqqında ən çox, belə deyək, mənə qürur verici an olub ki, mən tələbə olan vaxtı 2015-ci ildə Azərbaycan Dövlət Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehman Əliyevin təşəkkürnaməsini almışam, yəni ilin tələbəsi olaraq. Yəni bunu tələbə vaxtı almışam və müəllimlik fəaliyyətimdə də 2 il ard-arda SAF festival var, sistem layihəsi, orada yer tutmuşam. Özüm də bir neçə layihələrim olub, bu ildə qrant layihə qalib olmuşdur, sadəcə maliyyə ayrılmadı. Bir çox layihələrimiz olub, həmçinin də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nəzdində olan Azərbaycan Gənc Fizika Müəllimlər Birliyinin sədriyəm. Yeni layihələrimiz çox olub. İnşallah bu məktəb üçün də maraqlı ideyalarımız var. Gələcəkdə bu layihənin davamlılığı üçün düşünürəm ki, yenidən bu qrant layihələrə müraciət edəcəyik. Və bu layihə də düşünürəm ki, bu məktəb üçün uğurlu olacaq. Burada bu layihəni yazmaqda bizim məqsədimiz riyaziyyat fənninin uşaqlarda tənqidi təfəkkürün əsas yüksəlməkdir. Mən özüm süni intellektlə bağlı
bir çox müəllimlərə təlimlər keçmişəm. Ümumiyyətlə süni intellekt bilirsiniz, hal-hazırda əsasən də azyaşlı uşaqlar daha yaxşı istifadə edir. Biz də istəyirik ki, bu sosial şəbəkələrdən, sosial platformalardan uşaqlar yaxşı yöndə istifadə eləsinlər. Yəni bu PET proqramından uşaqlar istifadə eləməklə indi laboratoriyalar məlum məsələdə bəzi cihazlar olmur. Özüm də fizika müəllimi olduğuma görə bilirəm. Yəni özüm 5 məktəb dəyişmişəm. Həmin məktəblərdə laboratoriya çox da ürək açan olmuyor, məlum məsələdir. Biz də istəyirik ki, bu hansı ki, bu PET proqramı vasitəsilə uşaqlar sanki indi toxuna bilməsələr də sanki onun təsəvvürlərində yaratsınlar. Yəni məqsədimiz uşaqlarda tənqidi təfəkkürü formalaşdırmaq və yaradıcı olmaq, nəyisə araşdırsınlar. Çünki biz universitetə qəbul olanda, universitetdə bizə müəllimlər hər hansısa bir mühazirəni bizə verir, deyirlər ki, gelin araşdır. Bizdə də əsasən, mən tələbə olanda da görürdüm ki, uşaqlarda bu araşdırma qabiliyyəti çox zəif olur. Yəni, burada da məqsəd sırf indidən uşaqları bu tip bacarıqları formalaşdırmaqdır. Dinlədiyiniz üçün çox sağ olun. Bu layihədə olacaq o. Təbii ki, burada məqsəd dediyimiz kimi uşaqların tənqidi təfəkkürün, yaradıcı təfəkkürün əsas formalaşdırmaq. Bəli. Yəni, bildikləri virtual simulyasiya proqram vasitəsilə tətbiq eləyəcəklər. İndi gələcəkdə də bu təlimçilik baxımından da indi Anar müəllimlə də məsləhətləşəcəyik. Əgər uyğun olarsa həm bu məktəbdən, müəllimlərdən istifadə eləyəcəyik təlimçi kimi. Çünki bizə sırf süni intellektdən anlayışı olan müəllim lazımdır ki, həm bu PET proqramı vasitəsilə uşaqlara bunları öyrədə bilsin. Bir daha təşəkkür edirəm. Çox sağ olun.